Uşaqlar, Yusifdən sonra kim durub? Yusifdən sonra Kənan. Kənan. Nurlandan əvvəl kim durub? Fatimə. Fatimə. Nurlandan sonra kim durub? Ağa. Ağadan əvvəl kim durub? Nurlan. Nurlandan əvvəl kim durub? Fatimə. Fatimədən sonra kim durub? Kənan. Sonra kim durub? Yox, Fatimədən sonra. Fatimə. Nurlan. Nurlan. Afərin, Nurlan durub. Nurlandan sonra kim durub? Nurlandan sonra ağa. Ağa. Yusifdən sonra kim durub? Ən sonra Yusifdən sonra. Bax, Yusif budur. Yusifdən sonra kim durub? Kənan. Kənan. Kənandan əvvəl kim durub? Fatimə. Əvvəl. Əvvəl Aha, Kənandan əvvəl kim durub? ağa. Yox. Birinci Yusif. Uşağın adı Yusifdir, unutmayın. Kənandan sonra kim durub? Kənandan sonra Fatimə. Fatimə. İndi mənə deyin görün. Fatimə kimlə kimin ortasındadır? İslamın və Nurlanın. Hanı İslam burada? Kənanın bir də Nurlanın. Afərin, Kənanla Nurlanın ortasındadır. Bəs Nurlan kimlə kimin ortasındadır? Ağanın. Ağalı. Ağayla? Nurlanın. Ağayla Fatimənin. Ağayla Fatimənin. Bəs Kənan kimlə kimin ortasındadır? Yusif düzdür. Yusif də. Yusiflə arxanda kim var? Fatimə. Yusiflə Fatimənin ortasındadır.